Meşə yoxdur artıq orada. Bir tərəfdən də hava işıqlaşdı, səhər açıldı. Deməyəsən, ermənilər bizi elə orada gözləyirmişlər. Bütün təpələrdə, yüksəkliklərdə özlərinin hərbi texnikasını, pulemyotların qurub orada bizi gözləyirmişlər. Və orada başladılar bizi kütləvi surətdə qırmağa. Qadınları, uşaqları, xəstələri, qocaları, hamını belə heç kimə yazıq gəlmədən, güzəştə getmədən, heç bir insaniyyət olmadan körpə uşaqların ağzına doldururdular gülləni, təpəsinə atırdılar. Yəqin ki, siz o kadrları çəkmişsiniz, özünüz gördünüz hamısı. Faşizm belə olmayıbdır. Bu erməni faşizmidir. Demək, dünyada erməni faşizmindən dəhşətli faşizm olmazmış. Biz gördük onu gözümüz. Çulsuz. Adın nədir? Ləfxan. Ləfxan, hardansan sən? Hansı kənddənsən? Daşbulaqdan gəlmişim. Necə oldu, niyə gəldiniz? Niyə çıxdınız kənddən? Ermənilər qovdu. Qovdu. Ləfxan, ayağına nə olub qızım? Meşədə qaçan da oldu. Nə oldu ayağına? 3 günlük qarın içində qaldı onun üçün. Buzladı, hə, ayağına. İndi necəsən, Ləfxan? Yaxşı. Ay, sağ ol. Böyük qız olasın, Ləfxan. Şah!